Bu günləri sizlərə yeni bir tətbiq göstərəcəm. Bu tətbiqdən bank kartına çıxarış edə biləcəksiniz və pul qazana biləcəksiniz. Yatırımsız şəkildə onlayn pul qazanmağın yolunu göstərəcəm. Tamamilə yatırımsızdır. Videomuzu sonacan izləyin və siz də həqiqətən gündəlik qazanclar əldə edə biləcəksiniz. İlk növbədə dostlar, baxdığınız videonun zəhmət olmasa bəyənərsiniz və gəlin keçid edək tətbiqimizə. Tətbiqin yükləmə linki videonun şərhlər hissəsində yerləşdirəcəm və WhatsApp nömrəmdə yerləşdirəcəm orada. Qazandığınız pulları bank kartına, Emon hesabınıza atmaq istəsəz, tətbiqdə mənə WhatsApp-dan yazsaz, mən köməklik eləyərəm. Və ondan başqa da əgər tətbiqdə qeydiyyatda hər hansısa bir çətinlik olsa, mənə WhatsApp-dan yazın. Mən oradan da köməklik eləyəcəm sizə. Gəlin başlayaq. Tətbiqi necə qeydiyyatdan keçirilir və necə pul qazanılır, o haqqda məlumat verim. Dostlar, tətbiqimiz budur. Bu tətbiqdən necə qazanc əldə edirik, onu göstərəcəm. İlk növbədə ən çox qazanc verən sizə bu hissədir. Bu hissəni də açmaqdan ötürü ilk növbədə nə edirik? İlk növbədə bax tətbiqi yüklədiniz telefona, düzdürmü? İndi burada necə qazanc əldə edirsiniz, onu izah eləyəcəm. Baxın, tətbiqi yüklədikdən sonra sizə bu hissədə bir dənə uduş verilir. Bu uduşu pozursunuz və sizə 100 dənə coin verəcəklər hədiyyə olaraq. Və hər tətbiqi yüklədiyinizə görə sizə burdan müxtəlif coinlər verəcəklər. Baxın, burada həftəlik bonus sistemi də var. Məsələn, bax, kompleks düyməsinə daxil oluruq. Burada var, bir dənə video izləyirik. İndi bu videomuz bitsin. Mən videomuzu qaldığımız yerdən başladacağam. Sadəcə videomuzu yığdırmadan izləyin. Videonun sonunda həqiqətən siz də qazanc əldə edəcəksiniz. Dostlar, tamamilə yatırımsızdır. Həm də bank kartına da çıxarış eləmək sadədir. Ödəmələr də almışam. Ödəniş eləyən bir platformadır. Videomuz bitir. Hal-hazırda reklamımız. Bu reklam bitdikdən sonra biz burada X düyməsi gələcək və bu reklamdan çıxdığımıza görə bizə pul verəcəklər baxdığımıza görə. İndi gəlsin o X düyməsi. Hə, dostlar, reklamımız bitir və burada keç düyməsi gəlir. Qısa bir reklam da gəldi. Bu tez bitir və burada keç düyməsini vurduq və X düyməsinin xanası dolduqdan sonra X düyməsinə daxil oluruq. Daxil olduqdan sonra gördüyünüz kimi dostlar, birinci gün biz bonusumuzu aldıq. 100 dənə coin bizim balansımıza verdi. İndi baxın, 220 dənə coin var balansımızda. Əgər belə olsa, balans qalxmasa, belə eləyin. Tətbiqi arxa fondan təmizləyin və yenidən tətbiqə daxil olun. Gəlin bunu eləyim mən. Dostlar, tətbiqi arxa fondan təmizlədik və yenidən daxil olduq. Burada birinci günə bizə 100 dənə coin verildi. İndi burada belə bir şey deyim sizlərə. 7-ci gün məsələn bizə 250 coin veriləcək. Belə-belə buradan coinlərimizi alacaq. Həqiqətən də ödəmə eləyən bir platformadır. Burada deyir ki, günlük hə, dostlar, indi 100 coin bizim balansımıza yüklənəcək. Biraz vaxt ala bilər. İndi necə qazanc əldə edirik? Bax, onu göstərəcəm sizlərə. Burada Play Now düyməsi var dostlar. Ən azı bu hissədə bir dənə tapşırıq yerinə yetirmək lazımdır ki, biz buradan pul qazana bilək. Play Now düyməsinə bir dəfə vururuq. Vurduqdan sonra bu hissədə gözləyirik. Gözlədikdən sonra burada oyunlar açılır. Bu oyunlarda daha fazla yazılan bölmə var bu hissə. Bu hissəyə vurun. Baxın, deyir ki, bu oyunu yükləyin telefonunuza. 1 dəqiqə qalın oyunda sizə 30 dənə coin verəcəm. Məsələn, gəlin elə bunu yoxlayaq. Baxın, sizlərə göstərəcəm. Şimdi oyuna düyməsinə vururuq və bizi Play Market göndərir və bu oyunu biz telefonumuza yükləyib quraşdırırıq. Çox sadədir dostlar. Məncə telefonunuzu bir kənara qoyub da tətbiqlər açıq qaldıqca ekranda sizlərə qazanc verir. Məncə istifadə eləsəz sizin də qazancınız gündəlik yaxşı qazanclar əldə edə bilərsiniz. İndi videomuz bitsin. Gözləyək, yüklənsin. Dostlar, bəyənməmisiniz, zəhmət olmasa videomuzu bəyənərsiniz. Şərh bölməsinə həm suallarınızı yaza bilərsiniz, həm də WhatsApp-dan tətbiq barəsində çətinliyiniz olsa, qeydiyyat barəsində və s. kimi çətinliyiniz olsa oradan yaza bilərsiniz. Oyuna düyməsinə daxil oluruq və gözləyirik oyunumuz açılsın və açıldıqdan sonra bizim bu oyunumuz aktivləşir. İndi belə bir şey deyim sizlərə, ən azı 1 dəqiqə oyunda qalmaq lazımdır. İndi o da necə olur? Sağda baxın, mən bir dənə bunu keçeyim. Sağda baxın bir dənə. Saat 11:32-ni göstərir. Hardasa 1 dəqiqə qaldıqdan sonra videomuzu qaldığımız yerdən başladacağam. Dostlar, təxmini 1 dəqiqəmiz hazırdır. İndi isə oyundan çıxış eləyib biz qaydırıq təzədən tətbiqimizə. Bir də qaydaq. Qayıtdıq tətbiqimizə dostlar. İndi bax, burada biz 1 dəqiqə qalmışıq, düzdürmü? İndi isə bizim balansımızda hal-hazırda 0 yazılıb, düzdür? Bax, daha fazlaya vururuq. Bax, 1 dəqiqə qaldı dedi oyuna, oynadıq.
və 0 yazılıbdır balansımızda. Hələ ki bizə pul verməyibdir. İndi bunu necə eləyirik? Biz tətbiqi arxa fondan təmizləyirik və yenidən tətbiqə daxil oluruq. Və dostlar, tətbiqə daxil olduq, tətbiqin bildirişi də gəldi və gördüyünüz kimi balansımıza indi oyuna qayıdaq, həmənki oyuna, bayaqki oyuna və aktivitetlər bölməsinə daxil olaq. Gördüyünüz kimi balansımıza 61 dənə coin verildi və daha fazlaya vururuq və gördüyünüz kimi hardasa 2 dəqiqədə oyunda olmuşuq, 61 dənə coin qazanmışıq. Belə-belə qaldığınız dəqiqələrə görə müxtəlif coinlər qazanmaq olur burada. Rahatdır və sadədir məncə, istifadə eləmək olar. Buradakı oyunları yüklüyürsüz. Yüklədiyiniz oyunlarda qaldığınız vaxta görə və səviyyələrə görə, məsələn, bax burada deyir ki, 5 səviyyənin gəldi-çat oyunda sizə pul verəcəm. Ən azı bir dənə tapşırıq həll eləyirsiniz. Elədikdən sonra baxın burada oyunu yüklədiyimizə görə bizə loteriya verdi və bu loteriyanı pozuruq və buradan da 90 dənə coin qazanmış olduq. Belə-belə dostlar, buradan qazanc əldə edirik. Bundan başqa da nə edirik? İndi onu izah eləyəcəm. Baxın burada gələn pullara baxın dostlar, gələn pullara baxanda burada gördüyünüz kimi aldığımız ödəmələr göstərilibdir. İndi nə edirik burada? Burada bizə əsas lazım olan bu hissə idi. Bu hissədə açılır. Bir dənə tapşırıq həll eləyəndən sonra. Bu hissəyə daxil oluruq. Burada Super OV bölməsinə daxil oluruq. Burada anket bölməsi də var. Anket bölməsi, məsələn, baxın anketləri sizə göstərim. Anketlər Azərbaycanda bəziləri işləyir, bəziləri yox. Amma ki, VPN də icazə vermir bu tətbiq. Bundan başqa, məsələn, bax, bunun görüm anketi, bunun da anketi işləməyəcək. Bax, Play Apps bölməsi var. Bura daxil olursunuz. Burada, belə deyim, telefona oyunlar yükləmək üçün bölmələr var. Məsələn, hansı bölməni deyək? Bundan təzədir, bunları elə belə yoxlayaq. Baxın dostlar, belə bir bölmə gəldi. Bax, bu bölmədə nə edirik? Burada deyir ki, bizə burada olan oyunları deyir yüklə və bizdən ödəmə qazan. İndi bu necə olur? Mən onu izah eləyəcəm sizlərə. Baxın, burada cürbəcür oyunlar var. Məsələn, gəlin bir dənə oyunu göstərim sizlərə. Sadə oyunlardan birini göstərək. Nə oyunu var sadə? Baxın dostlar, burada elə oyun var ki, ən çox oynanılan oyunlardan biri bu oyundur. Bax, bu oyundur dostlar. Bizə deyir ki, test edin və oyun oynayın. Deyir, oyun oynayırsan, test edirsən. Yəni yükləyirsən və yüklədikdən görə sənə 24 dənə coin qazanırsan. Bundan başqa deyir, etkinliyi tamamla. Deyir, bir səviyyə gəl saat və sənə 344 dənə coin verəcəm. Və üçüncü tapşırığımız odur ki, ikinci səviyyə saat sənə 366 coin verəcəm. Belə-belə bu oyunda gəlib burada dediyi səviyyələri çatdıqca ödəmələri alırsınız. Və başlat və kazan var. Başlat və kazana düyməsinə bir dəfə vururuq. Bizi oyuna göstərir. Oyunu yükləyirik və buradan qazanc əldə edirik. İndi isə gəlin keçid edək çıxarış bölməsinə. Necə çıxarış olunur, necə pulumuzu bank kartına atmaq olar, o barədə mən məlumat verəcəm. İlk növbədə dostlar, bunun belə bir rahat bir üsulu var ki, həm PUBG Mobile üçün UC ala bilərsiniz buradan. Pulunuzu UC kimi çıxarış edə bilərsiniz Clash of Clash-a və Binance hesabına USDT kimi də çıxarış eləmək olur. Əgər bank kartına, Emon hesabına çıxarış eləmək istəsəz, mənə WhatsApp-dan yazın. Mən balansınızda olan pulunuzu bank kartı, Emon hesabınıza çıxarış eləməyə köməklik eləyəcəm. USDT kimi çıxarış eləmək olur. Ən azı 1000 dənə coin yığmaq lazımdır ki, balans çıxarış eləmək olsun. Belə-belə gündəlik qazanclar əldə eləyərək buradan çıxarışlar əldə eləmək olur. Çox rahat və sadə yoldan qazanc əldə eləmək mümkündür. Dostlar, videomuzu bəyəndisə kanalımıza abunə olarsınız. Videomuzu belə deyim, vaxtınıza görə sağ olun. Gələn videolarımızda görüşənədək.